Güzelsin. Canım. Biz de olmuş dedik ya. Hadi tez koş. Başım gitti. Hardasan? Masa hazırda. Masa hazıra gelmişim. Siz neyiniz? Ne var ne yok? İnternet yaxşı işləyir həmsə. Həbsi ayala, necəsiz, neyinir, sağarsınız? Qızlar, məndən arıqlama çay istəyirsiniz? Başınıza dönün. Mən ondan arıqlamışam, baxın. Bütün qarnam filan hamısı. Yəni, arıqlama çayıyla hamısını mən eləmişəm. Gündə bircə dəfə içirsiniz, limon tərkiblidir. O, məsəl üçün, mənim əvvəlki qarnımı sizə görsətim. Qarnı yığır, sinəni yığır, qolları. Baxır da indi siz necə arıqlayırsınızsa elə. Hə, qəşəkdir da yəni. Uyutuna təşəkkür eləyirəm. Çox sağ ol. Qiymət 15 ədədi 65'dir. Çox az sayda qalıb, bir də bayramdan sonra olacaq. Kimsə istəyirsə desin. Siz neçəsini içmişsiniz? Mən 15 dənə içmişəm. 65 dənə 50-cə içmişəm. Yaraşır, hə. Qarnımı açıb görsətməyəcə bilirəm. Qız uşağı deyirəm ki, gedin parklarda qız uşaqlarınızı yox. Gedələrinə çəkildəşirlər. Mənə iş var, alan alıb satıb yiyən yiyib. Sən mənim qarnımı açıram, iş baxsa arvadlara qoymuşam və sənə nə var? Kofi deyil, çayla. 15 ədədi 65'dir, çatdırılma içində. Mən çox qəşəng arıqlamışam. Saçım belə qəşəkdir, hə. Nə gün desən, çox sağ ol. Aycan. Bugün qaşa yoğun, müştərim yoxdur bugün. Buxardan götürmüşəm özümə, amma axşama müştərim olsa gelib işləyərəm. Akşama deyəndə ki 7'den sonra Xırdalanda olsa laf zor olar. Sumqayıtda da olsa olar. 1 saat gelir də qaşa. Bəli, arıqlama çayı məndədir. Səhifədə nömrə var. Profil şəklinin altında. Sifariş verə bilərsiniz. Qaşa iştadı eləyirəm. Oruç niyə tutmursan? Allah sənin tutduğun orucu qəbul eləsin. Çay, kofi satmıram mən. Çox sağ ol canım. Allah can sağlığı versin. Oğlum mənə görə hər zaman hörmətli olacaq. İstəyir qədəşlərin yanında, istəyir
belə hörmətli oğlanların yanında, istəyir küçələrdə, istəyir qadınlarda. Çünki mən oğlumu onun bunun kişilərinin çörəyi ilə böyütmədiyimə görə, onun bunun qucağında oturub pul qazanmadığıma görə mənim oğlumun həmişə başı dik olacaq. Heç bir oğlan onun qabağına mənim keçmişimi qoya bilməz. Keçmişimi qoya bilər. Mənim həyatımda hansı oğlan ola bilər? Mən divarı qucaqlayıb yatası deyiləm, divarla sevgili olası deyiləm, mən açıq aydın danışıram sizlə. Amma mən qucaqlarda, ocaqlarda olmamışam, hansısa evli kişini gətirib soxub yanma, ondan uşaq doğmamışam, bicbala uşaq doğmamışam, uşaqlarımın atası var. Mən də subay qadınam, əlbəttə mənim həyatımda bir kişi xeylağı olmalıdır, istəyir bir olsun, istəyir 3 dənə olsun. Ona görə mənim uşağım niyə məndən utanmalıdır ki, mən onu cürbəcür, razlı kişilərin pulu ilə saxlamamışam ki, mənim uşağımın qabağına qoysunlar ki, sənin çörəyi mən vermişəm, sənin köynəyi mən almışam. Bugünkü günə əziyyətimlə uşağıma 2 dənə ortopedik ayaqqabını 350 manat almışam. Hansısa kişi atıb kartıma, öz əziyyətimlə. Belim ağrıya qapılarda. Mənə hansı oğlan qabağıma nəysə qoya bilər, nə də mənim oğlumun qabağına. Elə də kim nə edir, zor eləyir. Amma məndən danışırsansa, mən sənə cavabı verirəm. $15 ədədi 65'ti qızlar. Çayın 15 ədədi 65'ti. Səhifədəki nömrə ilə əlaqə saxlayın çayla bağlı. Xanım, səhifədə nömrə var, oraya yaz. Bir söz 10 dəfə yazırsan, cavab verilmirsə, səhifədə nömrə var, oraya yaz. Tük effektini, pudra, ten hamısı bir yerdə 65 nədir? 80 manatdır. Qiyməti 80'dir. Bütün qaşların qiyməti 80'dir. Bu səhifəmə takip atın, zəhmət olmasa qızlar. Natiq necəsən? Bu səhifə. Buradan takip atın, zəhmət olmasın. Çox sağ olun izləmələrinizə görə minnətdaram. Sumqayıta gəlirsə, niyə gəlmirəm ki? Səhifədə nömrə var, yaz, gəlim evdə işləyirəm. Ola bilər. Bəli, yemək qəbul eləmədiyinizə görə ağzınız acı olmalıdır. Qaracıq, bütün ərazilərə 80'da gedirəm. Səhifədə nömrə var, buyurub yaza bilərsin. Göygölə inşallah gələcəm, rayonlara gələcəm. Neyim ay bacı, əyləncə mərkəzində 6 bazar bura aləm dəyər bir-birinə. 6 bazar mən çıxa bilmirəm bayram millətin əlindən. Əyləncə mərkəzləri bərbad vəziyyətdə, küçədə maşın saxlamaq olmur. Onun dərdindən mən getmirəm heç yerə. Ya 3 ya 5-ci gün, bu günlərdə Raula görə bu xadma icazə aldın. Salam. Yaxşıyam Ayan, sən necəsən? Saçım 6-0. Saçım yağlı deyil, dünən nukladkasıdır. Axşam gec getmişəm evə, çinməmişəm. Gedib çimim eləyib. Yaxşı olacaq. Boğazındakı xalı götüstürmək istəyirsən? Yox, nə ata nənəmdən qalıb, mənə keçib, məndən də qızma. Xalı niyə götüstürürəm ki? Maşallah, Əşrəflə Rüyada da var. Narahat olun. Çox da qəşəkdir. Cəmaat gedir, qoydurtturur bunu. Dırnaqlarım qaş ustasıyam, ona görə keyfim eləmişəm. Az açıq, bağlı geyinəndə ürəyim sıxılır, mənim. Belə açıq yerim yoxdur, darıxıram. Bitərəm belə.
Sən məndən də gözəlsən, az mən yığılmaq kuklayam. Ben sen yap. Bu nə ayaq yalın gəzsən? Ayaq yalın gəzmə. Tualetə gedirlər ayaqqabı ilə, sən də onunla gəzirsən, ayağına göbələyi çıxar. Yer çiklidir, mundardır yer. Göbələyi düşər ayağına. Burun həkimi Srokdadır. Bəli, bəli, Samirə xanım, səhifədə nömrə var, oraya yazın. Raunla barışdım. Hə, uşağımdır da, həkimə apardım, ona ayağında problem müalicə yazıblar. Niyə, nə bilim, problem oldu da ayağımda. Dodaq dolgusu eləmişəm. Aynur Kazımova eləyibdi. Nə gözəl abırı geymişəm də ona görə, gözəl görsən. Ben sen ne oldu sen? Sen de yap. Sen askılar mı? Anlasın. Askılar mı? Tipi konuş gitti. Neynəsin? Bezib də əllərindən, neynəsin? 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 Evet, onda iyi. Neynəsin yazıq? İkisi də oturublar, bəzənib, düzənib, arvadosunu atıblar şu an. Gözlərimin müalicəsi yox. Gözlərim daha da görməsini itirəcək. İtirəndən sonra 45 yaşında, 35 yaşında belə gözümə linza qoyduracağım əməliyyatla. Ki, üzü qocalığa doğru o linza ilə yaşayayım. Daha da ağırlaşacaq da gözüm. Düzəlmək əvəzi ağırlaşacaq. Qızlar, xanım yazır, çox sağ olsun. Qaş hamısı qiyməti 80-dır. Bütün qaşların. Dodaq 70-dir. Eybi o, neyinin? İşləməliyəm. Mənə olmazsa 18 yaşda, mənə 35-dən sonradır. Səhifədə nömrə var qızlar, bir de buradan da nömrə. Oraya yazın. Melisa, onu belə qoy. Bir çayla bağlı bu nömrəyə yazın. Burada nömrə var şəklin altında. Çaydakı nəticələrini deyin göstərdim sizə. Qoy. Məsəl üçün, bax, xanımın sinəsinə, qarnına bax, sinə qarnına bax. Görsən qəşəng arıqladır. Sonra qaşı görsədim sizə. Bu qaş silinsə belə, silinmiş qaşdır, xanımın qaşıdır da. Bu sizə görsədim, bax, belə bir xanımdır. İşlənmiş qaşdır da, bu işlənmiş qaşa mikroşayding eləmişik. Bunun tünd olmağını belə görməyin də, yəni bu yavaş-yavaş rəngi açılacaq, belə tünd qalmır qızlar. Sən bunu yarırsan, qaşı yarmış kimi də və boyada qalır və qaş belə qalmır. Qaş belə qalmır. Sonra bu xanımın qaşını düzəltdik.
Böreği de. Belə. Ben 21 gün ərzində qaşın rəngi dəyişir, elə qalmır. Yo, niyə qızım? Aycım, sən atdan neyin var? Atdan köynə giymirsən? Çox. Niçin giyməmsən atdan? Onu elə eləmə. Didax sən ortopetikdə o. 100 yaşlar napıl verdim ona. Didax şəfçəf eləmə. Kola yoxdur, kola nə gəzir? Mən kola... Yo, kola zad olmaz, yo, kola xəstəlikdir. Sənə diyet et. Axmaqsan, hə? Cəhənnəmə südür. Davay onda, mən sənə diyeta verib, deyir, eşşək boydasan, arıqlamalısın, mənim ağzıma açma. Lazım değil. Eləmə də onu. Bilmirəm. Qışqırma mənim üstümə, millətin içində. Vuracam şillən başına. Dedi, sən o xarab eləmə onu. Bahalı ayaqqabıdır, dedi. Dəqiqə başı onu 3 aydan bir dəyişəcəyik biz. Mən dəqiqə başı 100 yaşdan bir ayaqqabıya verə bilmirəm. Eləmə onu elə. Giymək istəyirəm. Əllərinlə giyin. Onu arxasına əymə. Arxası sənin ayağını masaj edir ki, şikəst ayağını düzəlsin. Diyeta saxlamalısan da 40 kilosan, 7 yaşın var. Yalançı. Ayaqlı ağırlıq düşür də. Mənim ağzımı açma, millətin içində mən məcburam səndən danışmağa. Davay dur stolundan çıx. İstəmirəm. Dur buradan. İstəmirəm də gedim oynama. Hara getsin, get başqa stolda otur. Kim dedi ki, sən 40 kilosan. Arıqlamalısan ki, ayağın düzəlsin. Ayağın aşağı əyilib. Dizlərinə vurur, şikəst qalacaqsan. Oyacaqlar səni, şikəst qalacaqsan, ayağın axsıya gəzirsən. Kaleskalarda. 40 kilo deyiləm, deyirəm. Şirniyyatı azalmalısan. Kolanı azalmalısan. Mən verirəm, özün yemədin. Nəfsübə yiyədir da. Gəl bura. Gəl bura. Nə oldu? Çağırıram da, gəl də bura. Əydin sındırdın o yandan gəl. Qarnın yol vermir axı buradan keçəsən. Qarnın yol vermir. Başıma da iyrənmə. Mən göstərsən. Səni neynirəm, göstədirəm. Bura gəl. Niyə atırsan? Mən zaten Heç bir yavruçunu biliyorsun ki, boşver. Sən aşağı görsən. Kim istedi? Niye göz ve təbirsə, iyi istəydi bu. Get. Çıx. Çıx get də, mən başqa söhbət edirəm. İstəmirsə, git o yanda otur. İstedi. İstedi, git biraz o yanda otur.
Azıcık da söhbəti danışacaq. Başqa söhbət danış da. Nə danışırım? Mən nə bileyim. Elə bir səhər İstidir bura. bir də baxır bir baxır. Ayaqqabılarınızı şəp-şəp eləməyin də, ala bilmirəm mən. Acıdığım indi yedik ki. Yox. Yo, oynama, paylacan götün ağır sokma. Ged özün oyna. Limitsiz eləmişəm şeyi. Gələ bunu, o tapa, Nəyi? bunu limit punkt doldurmuşam o içine. Ged ora, o açıklı şey var. İstəyirsən ged ona Bitmir rədd bax, ol. vaxtımız. Ayaqqabın dalını xərab eləmə. Sənin Vaxtımız bitdi. Az bir dəqiqə kəs. Limitsiz eləmişəm, nə vaxt istədin gir. Ayaqqabın da... Nə? Ayaqqabını şəp-şəp eləmə. Onu 4 aydan bir alacağım. Alçaq. Onu almaq olmaz. Ayağımın arxası çox ağrıdı. Ağrıdır, balacadır bəlkə ayağıma. Vuraram şilləni uçarsan buradan. Geyindin də ayağı, özündə dörsün ha. Qabağı ağrıtmır, bomboşdur qabağı. Şurada mən neydim, dalına Arxası neydim. ağrıyır. Masaj eləyir də ayağı, o elə olmuyor. Mənim çayımı nə var içirsən, soxursan ağzımın içinə. Nə var soxursan bunun içinə, orada səkatlar da. Allah, nə olacaq? Nədir bu? Açıqıya minəyi dəymə. 1000 dənə şey var. Çıxın gedin də, gələ bu kartı, gedin qurban olaram sizə, çıxın gedin. Açıqıya minək. Açıqıya minəcəksən, bir də maşına. Yaxşı, 2 dənə bir də limitsiz get. Hədə get istəmirəm, Allah razı olsun səndən, gedin. Qurban olaram sizə. Sağ olun, qurban olaram sizə, hə? Qurban olun, get. Gedin, xərcləyin. Sonra da limitsiz get, o atdan tullan orada. Az istəmirəm də, az başım ağrıyır. Elə bir ana bala deyiləm. Ayaq barmaqlarım çox eybəcədir. Ay xanım, mən ayaq barmaqlarımı sənin ağzına nə vaxt soxdum? Nə vaxt səndən baş ayaq yatmışam, ayaq barmaqlarım girib ağzına. Xəstədir. Oxşayıb dədəsi gilə tərəfə. Oxşasın da. Kızım kobud zat deyil mən. Kızım çox tiktokerin qızından da tərbiyəlidir, ağıllıdır. Mənim qızım arvad kimidir, mənim qızım uşaq kimidir. Mənim qızım mənim işimə qarışıb heç bir tiktoker barəsində danışmaz. O tərbiyəsiz fikirlər bildirməz, arvad kimi. Mənim qızım uşaqdır, o təhsili ilə məşğuldur. Yəni, mən xoşlanmıram arvad uşaqları otururlar ya bu tiktokda. Uşaqları da qabaqlarında arvad kimi böyüdürlər. Mən elə uşaqları sevmirəm. Mənim uşağım başqadır, mənim qızım. Öz dərsi ilə, öz işi ilə. Oğlum aqressivdir, hə. Oğlum dəli doludur. Qızım yox, qızım yaxşıdır. Oğlum da nə bilim, indi düzələr də, düzəlməzsin. Çıxsın, gedər, öz həyatını yaşayır. Oğluma həyatımı qurban verəsi deyil, amma işi, gücü, pulu olacaq. Məndən uzaq Allaha yaxın. Mən pis övlad mənim nəyimə lazımdır ki? Mənim pis incədən... Mən pis insanları kəsirəm. Kəsirəm, atıram. Hamını kəsirəm, atıram. Pis məni incidən... Ay Allah, bu nə mahnıdır?
İnsan ki sənin doğman ola səni incidirsə və biz əsəbləşdiyimiz zaman nevroloji xəstə oluruq, onkoloji xəstə oluruq, zob xəstəliyi yaranır bizdə və epilepsiya xəstəlikləri yaranır. Ona görə canım mənim, bu xəstəliklər yaranırsa, bizi istəyən adamlar bizi bugünə qoyursa, mən neymirəm onları? Mənim nəyimə lazımdır? Kəsirsən onları, atıbsan o başa ki, gedin işi izlə məşğul olun. Mən sizi istəmirəm. Mən özümü sevən adamam, mən özümü sevirəm. Mən balalarımı heç vaxt atmaram. Amma görərəm balam məni incidir. O məndən uzaq Allaha yaxın. Qismət budur da, yəni bir insanla yola gedmirsənsə, mən ona məcbur yanımda saxlaya bilmərəm. Ki, yox, sən mənim uşağımsan, sən mənim ərimsən, yanımda olmalısan, sən mənim atamsan, yanımda oturmalısan. Bir insanla mən alınmırsa, fızqırtsın mənim başımdan, mən özümə yora bilmərəm axı. Mən onkoloji xəstə oldum. Mənim qardaşım yox, bacım yox, atam yox, ərim yox. Kim mənə pul gətirəcək, kim mənə müalicə edəcək? Mən oldum ağır zob xəstəsi, kim mən bir söz 10 dəfə yazmayım. Mən ağır zob xəstəsi oldum, kim mənə baxacaq? Heç kim. Mən niyə görə bunlara görə əsəblərimi körləməliyəm? Niyə? Niyə də bir səbəbdir ki, niyə? Səbəb niyə olmalıdır ki, mən kiməsə görə özümü yormalıyam? Mənim borcumdur. Borcum deyil axı. Sən qədri bilməyən insanlar kəs at. Yox, soyuq niyə davranıram? Mənim oğlum məni 24 saat əsəbləşdirir. Bugünləri aparmışam onu. Orada həkim, ay başım ağrıdı yer. Qız hardadır, bunun səsini kəssin də başımız getdi qayın. Gözlə əsəblərim bozuldu da. Qızım, onun biraz səsini al da, nə olar, qurban olaram sənə. Başına dönərəm. Bir damcı. Qızlar, əgər mən nə danışırdım? Bax, bugün Raulu apardım həkimə. Deməli, Raulun ayağı budur. Raulun bir ayağı belədir. Ayağının altı belədir. Bu da niyə görə belədir? Sənə qurban olaram, sağ ol. O da niyə belədir? Bir ayağı belədir, bir ayağı belədir. Bu ayaqda bu vurur dizə. Bu da vurur bura. Buradan da vurur sümüylə. Ona görə ona ortopedik ayaqqabı, vitaminlər yazıblar, idman yazıblar. Bunları ki, bu mən eləməliyəm də, mən onun anasıyam, düzdür. Zəh vurmuram ki, itə qurta yığmıram ki. O vaxt gələcək, böyüyəcək, böyük kişi olanda deyəcəklər mənimdir, mənim özüm, mənim qanım axır. Amma bugünkü günü mənim bir dənə cibimə, bir dənə kaşokma 50 manat atan yoxdur ki, Allah da mənim qanımdandır. 30-40 yaş olanda atdan deyəcəklər mənimkidir. Zubaçışqalar deyəcək ki, diş qurtalayanlar deyəcək ki, mənimkidir. Başa düşürsən? Qopunda bir dənə raket atım. Yəni belə olur da, mənim uşağım da eləməliyəm. Kart qoymuram ki, dilənmirəm ki, özüm eləyirəm də, Amma görürəm ki, Raul məni incidir. İndi balacadır da, uşaqdır. Eybi yox. Amma Raulun 30 yaşında, 25 yaşında məni belə incidəcək. Atacağım onu bloka belə. Raulu oxutdurdum, oxutturmasın da işi var, evi var. Raul belə məni incidəcək, atacağım onu bloka. Raul düzələndə mənə yığar. Vallahi. Bu bərəkətə and olsun, mən eləyəm. Mən silirəm nömrələri, bacı. Mən silirəm. Get düzəl, qaydarsın. Mən başımı götürmürəm. Nömrələrini silirəm, işini aliment vermir. Yox, alimenti ləğv eləmişim. Öldürüm özünü. Raul'un 7 yaşı var. Evlad məni başa düşmürsə, neyniyim?
Öldürüm özümü. Yani. Mən səbirli insanım. Çox səbirli insan. Görürəm qabağımdakılar məni insan yerinə qoymur. Bir dəfə, iki dəfə, üç dəfə, dörd dəfə. Sonra yığıram poxpusunu belə. Belə götürürəm, belə poxpusunu belə. Ama belə, Quran and olsun. Şeyimi götür. Belə asta-asta rədd olub gedirəm. Dalımca qışqırırlar, az deyən, deyirəm, yox. Vay vay. Getdim. Sonra gedirlər, axtarırlar məni, ya hardasan, tapa da bilmirlər. Sonra da deyirlər ki, deyə gələ. Dözmür. Nə qədər bu gecə axmağa dözəsən? Əsrədə daim. Bir də eləyirsən, sonra getdi. Ay xanım, aliment istəyir. Mən alimentini inirəm. Neyinəm, aliment lazımdır mənə. Mən icraçıya zəng eləyib razborka eləyənəm. Bir kişi uşağının kart ayılmalıdır. Kartına da pul atılmalıdır. Qutardı, getdi. Mən nəyimə lazımdır? Mən zəng vuracam filan kəsə ki, mənim balansıma pul oturmayıb. Nəyimə, mənim vaxtım var. Uşağa yemək vermək məcburi. Heç kimə məcburdur. Allah hər şeyi görür. Başım bıraq. İnşallah, inşallah. Yo, işim gücüm qutarıb. Bir ili icraçıya getdim. Biri dedi ki, gedib baseyniyə. Biri dedi, evdə tək qalırsan. Biri elə dedi, biri belə dedi. Neyirəm, az getdim, alimenti ləğv elədim. Dedim, az bunlar kimdilər, mən bunlarla əsəblərimi körüyüm. Dava elədim, biri ilə bir sən necə dava elədim orada. Qurana and olsun, aləmi qatdım orada bir-birinə ki, sən nə danışırsan? Sən kimdən danışırsan? Sən kafan üstündədir, vəbşi. Getdim, ərzə yazdım, dedim, Qudubay. İstəmirəm. Adidas dəstəvi hədiyyə elə. Mən paltar verməyi xoşlamıram. Bütün paltarlarım mənim 3-cü övladımdır. Mən paltarlarımı sevirəm. Paltarlarımı cırmıram, xarab eləmirəm, atmıram. Hamısını səliqəli şəkildə saxlayıram şkafda. Bir dəstə 2 dəfə giyinirəm. Ondan sonra 1 il, 1 ay, 3 ay keçəndən sonra təkrar giyinirəm. Mən paltarlarımı heç kimə vermirəm. Övladıma da vermirəm, heç kimə də vermirəm. Özümü pis hiss edirəm. Elə biləm mən qəbirstanlıqdayam. Mənə layiqdir, Allah buna layiq eləyib ki, mənim paltarımı giyinir. Yo. Xoşlanmıram. Uşaqlıqdan beləyəm. Sənə paltar alıb verirəm, amma öz paltarımı sənə vermərəm. Niyə verirəm sənə paltar pis yaraşır mənə? 3 tane şey verdik. 3 dənə nədir? Bir maşına, bir topa, bir dənə Gedin de limitsiz oyna. Qollarımı düzəlt, köynəyibin qollarını qaldır. Səliqəli. Bürcün nədir? İkizlər. Bura haradır? Gecə klubu. Xanım, bura dövlət xəbər saytı deyir, qurban sənə. Burada artıq əski danışma. Qoy oturma, çox. Oğlum
Onunla nə getdim ayaqqabısı danmışam ona. Qaşı düzəldirəm 80 manata. Bugün nəsə müştərim olmayıb, üstümə askırıblar yenə. Heyvanın balası sən olarsan ha, Zey. Arvadınla, anonla, zəynlə danışmırsan ha, əlisən, bəlisən, pivanoysan, parnoysan, bilmirəm. Anova zəng eləməmsən, az sənin anondur. Az sənin yanındakı arvadındır. Az sənin uşağın boğazından kəsib sevgilivə attığın, kartını attığın gəzliyündür. Eşitdin məni? Azdan mənə sən danış. Sən yoxa, sən kimi heç bir oğlan mənə azdan danışa bilməz. Nə vaxt mənim həyatımda olarsan, qucağımda oturarsan, deyərəm hə. Sən kimsə mənə azdan danışsan. Kiməsə varata durursan, sənin nəsli və o bu varatalıq eləyir. Sən buradakı gəlin qızlara varatasan, əsəlli mi? Əcəb eləyirəm mən, zarafatlaşıram sənə nə? Varata durursan, hə, sən nəsli və o bu varata durur. Qız sual verir, əcəb eləyirəm, sən kimsən? Tam buraya. Aa, karnım doydu. Kızlar, bütün qaşlar qiyməti 80'dir. Bütün qaşlar istəyir tük, istəyir ten, istəyir pudra, istəyir tatu. Bütün qaşlar 80'dir qiyməti. Evinizə gəlirəm və evinizdə də işləyirəm. Və onu da sizə deyim ki, kiminsə qaşı tatudursa, mən onun üstündən tük çəkə bilmərəm. Mən sizi üçün Allah vergisi adam deyirəm ki, sehirli çubuğum yoxdur ki, sizin tatuировка qaşlarınızı Nikolayski tük əkim ona. Mən tük əkən deyirəm bacı. Sənin Nikolayski tatumun üstündən tatu gedirəm. Sənin təmiz qaşlı üstündən tük düzəldirəm. Amma mən sənin tatuировка, türmə qaşlı heç nə eləyə bilmərəm. Sizin anovuzdan Nikolayski qalma tatuировкa'vuzu mən düzəldə bilmirəm bacı. Ancaq üstündən tatu gedib səliqəyə salıram. Başa düşdünüz? Su. Mən nə qarım sənə? Mənim aparatım var, sehirli anneməm mən. Sumqayıta da 80'da gəlirəm. Bəli, bütün ərazilərin qiyməti 80-90'dır. 80-90. Bu türmə qaşı mən nə qayırım? Mən bana tükəkim. Mən tükəkənəm. Bunun qaşlı tatuировkadır, mən nə qayırım? Türmə qaşlarıdır da bu, türmə tatuировkalarıdır. Bunu mən nağarım sizə, neyiniyim? Mən sehirli annemdə da. Türmə qaşı belə olur qızım, deyil ala. Deyil. Türmə tatuировkalarıdır da qızım bunlar. Bunlar getmir, bax. Kızım, türmədə yatanlar nakolka vurur da bunlardan. O vaxtı da bizim bəzi tatu ustalarımız, qaş tatuları cəmaatı bugünə qoyub da. Nakolkalar var ya, o vaxtın kişiləri görürsən ki, Atozun qardaşımızın əlində nöqtə, nə bilim bir söz yazıblar, nəsə əskərlikdə zadda var ya, Atozda qardaşımızda olar da, siz də özünüzü elə aparırsınız ki, elə bir meçetin qabağında doğulmuşsunuz. Yaxşı az, sən Allah. Biraz bu şeyinizi çıxardın, bu atın ora, qırağa danışaq. Biraz səmimi olun, ne artisti eləməyin, maskanı qoyun qırağa. Mən sizinlə söhbət eləyirəm. Artisti eləsəm, mən sizdən çox artisti eləyirəm. Qurana artisti bacarsam, sizdən artisti eləyirəm, 3-4 dəfə ərə gedərəm. Maskavızı qoyun qırağa, səmimi danışaq.
Atozun qardaşımızın o vaxt o əskərlikdə zətdə tatuları olur deyə. Bax deyir, bunlardır da. Deyir, qızım, bax. Bax. İndi gözlə, bu nədir ki? Dayan. Orada erişme istiyorsa erişme. Orada hazırlasın. Bunun qaşlarına bak, bu qızın qaşlarına bax sən Allah. Bir qaşı yuxarıda, bir qaşı aşağıda. Ay xanım, niyə ayıbdır ki? Niyə ayıbdır? Neyinirəm ki sizə? Nə deyim ki sizə? Türmə tatuировkalarıdır da hamısı cəmaat eləyiblər. Nə deyim? Sağ ol canım. Mən pis mənada demirəm ki. O nakolkalar var, türmə nakolkaları. Əskərlik, türmə nakolka. Onu o vaxtda qızları eləyiblər. Nə gündədir bu? Cəmaatı pis günə qoyublar da, pis söz deyirəm. Çox pis görsən, əlbəttə pis görsən, cəmaatı pis günə qoyublar. Bu xanımın qaşını belə eləmişəm, deyən göstərdim sənə. Elə gözəl başa düşür. Yaxşı başa düşür. Bu xanımın qaşını belə eləmişəm, deyən. Bu qaş belə qalmır, qaş tökülür. Xətrinə niyə deyir az onun? Mənim bütün müştərilərim mənim ürəyimdir, sən narahat olma. Ağzını yum otur, ara qatan. Ara qatan, ev yıxan. Ərini cadu ilə yanında saxlayan, sakit deyən. Narahat olma. Ərini konfetlə, şeylə, vişnə ilə yanında saxlayan, deyən. Dayan, narahat olma. Döz, otur. Belə də qəşəng olubdan, nağaraqdır. Yaxşı deyil, yaxşı deyildi ay xanım. Yaxşı deyil, gedin tatuировkavıza tükəkdirin. Belə, elə bu tatudur, buradan da belə eləyirsən, tük çıxır. Ruşka yox deyil, bir əldə ələ salmışsınız. Deməli, bu tatuvuzu, bu da 3-4 dənə buradan tük. Səməni. Elə bir səmənin altı, o ağ rəngində plasmas. O sütün tatuvuzdur. Sütündən də səmənilər. Gedin eləsinlər sözü üçün 150 manata bacı. Qurban olaram sizə. Gedin başınıza dönərəm.
Gedin. Sağ salamat gedəsiz. Gedin qurban olum. Düz tatımızı sən mənə əkəcəklər siz üçün. Bizə necə eləmələr? Elə bir tatımız burada, buradan bir səmənlər çıxardarlar siz üçün. Bir gözəl olacaqsınız. Qaşa işdə də düzəldirəm xanım, 80. Məni evlərə valla gündə 3 dənə müştərim olur. Bugün axşam saat 11-ə bir müştərim var. Ora getməliyəm. Yəni ən azı bir dənə olur, ən azı 5 dənə olur, 4 dənə olur. Bir şükür Allaha. Çoxsu deyir canlı yayım açırsan qırağa qoy günah. Məsələn evi gələndə göstərmə problem deyil. Problem olur məsəl üçün. Canını açırsansa kənara qoy. Mən cəmaatın ailəsini göstərmirəm canlı da. Mənim nəyimə lazımdır? Nə işimə qalır ki? Paltarımı deyən göstərdim sizə. Həm də arıqlığımı göstərdim sizə. Dayan. Aşağı arıqlamışım. Baba sən alın. Baba. Qəşəng arıqlamışam qızlar. Çayla arıqlamışam mən. Səhifəmdə paylaşmışam da kostyumumu. Girin baxın, orijinal səhifəmdə. Qızlar, özüm çayı satıram. Səhifədə də nömrə var. Özüm də gətirirəm. Kimlər istəyirsə buyursun. Onkoloji xəstələr, hamilə, zob, ürək əməliyyatı, süd verənlər, az yaşlılar yazmasın. Nevroloji dərmanlar içən xanımlar heç bir arıqlayıcı vasitə almasın. Çünki vitaminlər var bəzi nevroloji dərmanların içində. Siz o dərmanı atdıqca siz yemək istəyirsiniz və kökəlmə gedirsiniz də. Küçəyə atırsınız pulunuzu. 15 ədədi 65'dir qızlar. Çox az sayda qalıb. Bir də bayramdan sonra olacaq. Kimlər məndən 15 dənə alıbsa xəbər eləsin. Kimlər yenidən sifariş eləmək istəyirsə buyursun. Mən storylərimdə də paylaşıram. Subutları istəsə səhifədə əlaqə nömrəsi var. Yazın mənə, mən sizə subutları atım. Kim neçə kiloydu, neçə kiloydu. Məsələn, xanım var, qarın hissəsi tamamilə əriyib, sinəsi əriyibdir. Gəlin sizə görsədim. Məsəl üçün bu xanım qarnı, sinəsi əriyib. Səhifədə nömrə var qızlar. Gəlin başa salın sizə. Baba burada. Bu nömrəyə yazın. Bu nömrəyə yazın. Bu nömrəyə yazın. Sizə nəticələri atın. Burada görsətmək olur. Gəlin kameranı çevirin. Zəhmət olmasa bu nömrəyə yazın. Bu nömrə. Ne olur? Nömrə səhifədə var. Mənim gözlərim görmür ona görə. Hə, orada nömrə var. Oraya yazın. O nömrəyə qəşəng yazın. Gözlərim görmür. Gözlərim çöp deyil. Səni cındır. Ay cındır. Ay 3 manatlıq. Ne olub mənə? Ne olub? Mən gözlərimlə, cəmaatla üz-üzə oturanda az qala arvadım boşayıb mən alır. Sənin başını.
Sakit dur az. Kes. Heh. Başladı hır 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 hır.